New York Real. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirilib. Dəyişən iş dünyasında innovativ əmək və məşğulluq strategiyaları, qlobal çağırışlar, milli həllər mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT-lə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Ölkə başçısının tapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin baş direktoru Azər Bayramov, mərkəzin məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirdiyini bildirib. Növbəti sessiyalarda İƏT-ə üzv ölkələrdə qeyri-formal məşğulluqla mübarizə, işçi qüvvəsinin səmərəli idarəsi və bacarıqların müasir iş dünyasının tələblərinə uzlaşdırılması, həmçinin əmək mobilliyinin artırılması kimi bir sıra çağırışlar müzakirə olunub. Peşə təhsili, məşğulluq proqnozlaşdırması və regional əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Azərbaycanın dost və əmək və məşğulluq altı sistemi kimi innovativ təcrübələri təqdim edilib. Tədbir çərçivəsində İƏT Əmək Mərkəzinin baş assambleyasına hazırlıqla bağlı sənəd layihələri və hesabatın müzakirəsi məqsədi ilə yüksək vəzifəli rəsmilərin görüşü də olub. City Garden Nərimanov'da ən çox soruşulan 2 otaq mənzillər yenidən satışda.